Bismillah. Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən kanalıma abunə olub, bəyənməyi unutmayın. Bugün çox dadlı, ləzzətli kələm turşusu hazırlayacağım. İndi isə keçək hazırlama qaydasına. Kələmləri xırda-xırda doğrayıb, axşamdan doğrayıram. Duzlayıb sabaha saxlayıram. Öz suyunu çıxarsın deyə. Üzərinə duz əlavə edəndən sonra biraz kələmi ovuşdurmaq lazımdır ki, öləzsin. Axşamdan səhərə qalıb, kələm öləziyib, suyu çıxıb, çıxdıq suyu süzüb tökürəm mənə. Bunu şorabaya tökmək olmaz. Bu qədər suya çıxıb. Göyərtilərdən petruşka, şüyüd əlavə edirəm. Acı bibərini də əlavə edib balonlara yığacam. Bir 3 kiloluq, bir 2 kiloluq balonumuz alındı, şorabamız. Üzərinə soyuq su əlavə edirəm. Adi krantdan soyuq su, mən sirkə əlavə eləmirəm. Adi su ilə turşumuz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin.